Birinci məsələyə baxaq. Deməli, pilləkən məsələsi. Pilləkəndə deyir 28 pillə var. Nigar pillələri yuxarıdan aşağıya doğru, Nərgiz isə aşağıdan yuxarıya doğru sayır. 17-ci saydığı Nərgiz neçə sayır? Bax, bu nə deməkdir? Məsələn, pillələr. 28 dənədir, bax. Nigar sayır buradan, gəlir aşağı doğru, dayanır tutaq ki, buralarda, 17-cidə. Deyir ki, bəs Nərgiz aşağıdan yuxarı gəlsə, bura gəlib çatanda neçənci olur? Bax, bunu bizə necə eləmək lazımdır? Axı, Nigar gəldi, dayandı bura, Nərgiz də gəlib burada dayananda bu yeri 2 dəfə saymış olur. Bir Nigar gəlir, dayanır burada. Bir də Nərgiz gəlir, bax, Nərgiz də gəlir, burada dayanır. Bu yer 2 dəfə sayılmış olur. Ona görə belə çıxır ki, 28 pillə deyil, nə olur? 29 pillə olur. İkinci dəfə sayılanda, elə bir yer, ikinci dəfə sayılanda bir yer artıq sayılmış olur. O da eləyir 29 yer. İndi bax, 17-sini Nigar gəlib, Nərgizin bax bu aşağıdan gəldiklərini saymaq üçün 29-dan 17 çıxırsan 12. İkinci məsələ. Bir sırada Vaqif əvvəldən 13-cü, sahib isə sondan 17-cidir. Onlar arasında 4 nəfər də var. Bu sırada ən az neçə nəfər ola bilər? Bax, yenə də insanlar dayanıblar belə. Deməli, Vaqifi sayırlar, tutaq ki, buralarda 13-cü yerdədir. Buradan sahibi sayırlar. Sahibi də bax gəlib saya bilərlər, burada dayana bilər də 17. Amma bu zaman arada da 4 nəfər olur, sıra sayı çoxalır. Demək, insan sayı çoxalır. Bu mənə deyir ki, ən az olsun. Onda mən bilirsən nə edirəm? 17-ci adamı sayanda sayıram, gəlirəm, hətta bunu da keçirəm. Gəlirəm də buralarda dayanıram. 17-ci adam olaraq. Bildin? Bu da oldu sahib. Bu Vaqif, bu da sahib. Onda mən bu aradakı 4 nəfəri Vaqifi sayanda da saymışdım. Sahibi sayanda da gəldim təzdən bunları saydım. Başa düşdün? Bu 4 nəfər təkrar sayıldı. Bir də bu sahiblə Vaqifin özü də sayıldı axı. İndi ən az tapmaq üçün bu 4 nəfər təkrar sayılıb, bir də bu 2 nəfər sayılıb. Bunları çıxmaq lazımdır. Ümumi 13 ilə 17 cəmi çıxırıq. Orada 4 nəfəri təkrar sayılıq, bir də özlərini də saydıq. Olur neçə dənə? 24. C. Sonra 3-cü tapşırıq. Səhifələri birdən başlayaraq ardıcıl nömrələnmiş 80 səhifəlik qəzet çap etdirmək üçün 20 böyük vərəqdən istifadə etmək lazımdır. Bu nə deməkdir? Birinci bunu başa düş. Belə vərəqlərdə yekə. Belə. Bunu ortadan qatlayırlar. Ona görə o kitab halına düşür. Bu belə kitab halına düşür. Bildin? Kitabı götür, ortadan aç. O bütöv səhifələr var. Yadva gəlir də, yəqin biz dəftərin bir hissəsini qabaqdan cıranda arxadan da cırılır. O deməkdir də. Belə vərəqlərdir, qoyurlar üst-üstə, ortadan tikirlər, belə qatlayanda kitabı oxşuyur. Və yadına saxla ki, vərəq axı neçədən başlayır? Birdən başlayır. Bunun burası birdən başlayır. Vərəqi çöndərəndə, belə çöndərsən o tərəfə. Bunun bu tərəfində neçə dayanacaq? 2. İndi deyir ki, 11-ci səhifənin olduğu vərəq. Deməli, vərəqləri elə bir sayırsan, 11 dənə olmaq üçün də. İndi bir şey var da, sən götürdün, qabaqdan saydın, 11-ciyə çatdın, arxadan da sayanda, bir də 11-ciyə çatanda, 11-ci vərəqi 2 dəfə saymış oldun. Onda burada 80 dənə deyil də, neçə dənə vərəq olmuş olur? 81 dənə vərəqimiz var. Bu getdi.
İndi bax, 11-ci vərəqə gəlmisən, bax, burada 11 yazılıb. Onda bunun o biri tayında nə yazılıb? 12 yazılıb da, elə deyil. Bir də arxadan 11 dənə, 11-ci vərəqə gəlirik. Yenə buradan sayırıq, 11 dənə, görək buralarda nə dayanıb. Burada dayanmaq üçün birinci 81-dən 11-i çıxırıq. Qalır nə? 70. Aha. Deməli 70 gördüksə, onun o biri üzündə, 70-i gördüksə, onun tək üzündə dayanıbmış nə? 69. Bəs salam, bunları cəmləyirik. O da eləyir 151. Mən cavabları düzü yoxlamadım. Bunları yoxlayarsan, əgər hansısa səhv olsa, deyərsən. 4 nömrə. Səhifələri birdən başlayaraq ardıcıl nömrələnmiş qəzetin bir səhifəsinin üzərində görünən səhifə nömrələrin cəmi 61-dir. 17-ci səhifənin olduğu üzdə daha hansı nömrə olmalıdır? İndi burada bir şey də var da. Deməli, yenə də həmən formada qəzet. Burada nömrələr bir səhifəsində olan nömrələrin cəmi 61-dirsə, deməli, biri 30-dur, biri 31-dir də. Elə bir vərəqin kitab halında deyil. Burada 30-dursa, 31-dirsə, tutaq ki, yaxud da 30-dursa, onda bunun o biri tayında 31-dir də, belə. Çöndərsən o biri tərəfə 31-dir. Bunu demək istəyirəm. Aha. İndi bir şey var ki, vərəqlərdə belə bir prinsip var ki, səhifədə olan, deməli, nömrələrin cəmi bərabər olmalıdır. Onda belə çıxır ki, 17-ci səhifəni saysaq, 17 üstə gəl, o biri nömrəsini bilmiriksə, bərabərdir, nə olmalıdır yenə də? 61 olmalıdır. Bu da 61-dən 17 çıxanda neçə eləyir? Deməli, 4, 44. 44, D variantı. Sonra 5 nömrə. Səkkiz nəfərin iştirak etdiyi ad günündə tortun hissələrinin hansı ardıcıllıqla götürmək olduğunu müəyyənləşdirmək üçün aşağıdakı şəkildə oyun oynanırlar. Deməli, dairə şəklində düzülüblər. Mən dairə şəklində düzməyəcəm də. 1-dən 8-ə kimi nömrələyirlər. Bax, 1, 2, 3, 4, 5, 6, 7, 8. Deyir, hər dəfə sayırlar, 9-u kim dedisə o çıxır. Bax, 1, 2, 3, 4, 5, 6, 7, 8, təzdən qayıdırlar 9. Bu adam çıxdı. Təzdən 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Bu adam çıxdı. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 çıxdı. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 çıxdı. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 bu da çıxdı. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 bu da çıxdı. Qaldı bu ikisi. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 çıxdı. 6 qaldı. Belə yəni. Sonra 6-ya baxaq. Bir şəhərdə küçənin bir tərəfində bütün evlər cüt ədədlərlə nömrələnib. Ancaq bu şəhərdə 2 rəqəmi istifadə olunmayıb. Nömrələnib, amma 2-dən istifadə eləməyiblər də. Bu sırada 37 dənə ev var. Aha, ən sonuncu və birinci. Birinci ev deməli başlayır 4-dən. Çünki cüt rəqəmlərdir. Və 2 deyilsə, deməli 4-dür də. 4, 6, 8 və s. və s. Amma gəlib, deməli 37 dənə saymalısan. 37 dənə saymalısan. Amma içində 2 olanları saymırsan. Bax, məsələn, burada 12-ni saymırsan. Sonra 20-lərlə olanı saymırsan. Çünki 2 var axı içində, bildin necə? 20-lərlə olan sıraların heç birini saymırsan. Nə bilim, 32-ni saymırsan, 42-ni saymırsan və s. və s. 37-cini sayanda, mən də vaxtımı itirmirəm də, görəcəksən ki, bu 100-dür. Burada da 4 var idi axı. Oldu nə? 104.
Sonra 7 nömrəyə baxaq. Məktəbdə hər ayın 4-cü cümə günü imtahan keçirilir. 4-cü cümə günü. İmtahan ayın ən gecə hansı günü ola bilər? Deməli biz ən gec imtahanı salmaq üçün buradan birinci cümə günü nə vaxtısa onu baxırıq. Birinci cümə günü də cümə 5-dir də. Ən azı ayın neçəsidirsə onun üstünə 5 gəlməyə lazımdır. Bax, tutaq ki, ayın 1-i birinci gündürsə, onda cümə düşür elə 5-inə. İkisi ikinci gündürsə, ikisi birinci gündürsə, 2-dən başlayırıq. Bu düşür 4-cü günə. 4-cü günə. Çünki 1, 2, 3, 5-ə düşür. 5-ə düşür. İkisindən başlayırıqsa, deməli 2, 3, 2, 3, 4, 5, 6. 6-sına düşür. Düzdür? Sonra tutaq ki, ayın 3-ü birinci gündür. 3-ü birinci gündür. Onda deməli olur 3, 4, 5, 6, 7. 7. Sonra bu birinci gündürsə 3, 4, 5, 6, 7 bəli. İndi ayın 4-ündən başlasa 4-ü birinci gündürsə. Amma bir şey var ki, yəni ayın tarixinə baxsaq, ay axı ən geci 31-dir də və 7 böləndə ondan sonra ən geci 3-lə bağlı olur. Yəni ən gec 5-ci gün ayın 7-sinə düşür. Ən gec 5-ci gün ayın 7-sinə düşür. Yəni bu birinci 5-ci gündür də, birinci cümədir. İkinci cümə bu 7 artır da 14-cü gün olur. Üçüncü olur, neçə olur burada? 20, deməli 1 və 4-cü cümə günü onda gedir çıxır 28-inə. Yəni ən geci 28-i ola bilər. Başqa ola bilməz. Dediyim kimi ay təqvimində ən maksimum 31 gün varsa, onu da böləndə, yəni burada maksimum ayın 1-nə 3-ü falan düşə bilər. Yəni daha doğrusu ən gec birinci 5-ci gün, növbəti ayda birinci 5-ci gün 7-si düşür. Ondan geç düşmür. Deməli, ən geci 28-i. Sonra 8-ci çalışma. Qutuda 16 qırmızı, 32 mavi və x sarı top var. Rənginə baxmadan qutudan ən az 32 top çıxarılsa, hər rəngdən 2 dənə olmuş olacaq. Hər rəngdən 2 dənə olmuş olmaq üçün burada elə bir mütləq çıxardılırsa, biz nəyə baxırıq? Tutaq ki, ən çoxundan hamısı çıxıb artıq çölə. Bir də ən azından da, ən az tutaq ki, 12 dənəsindən də çıxıb çölə. Bax, hamısı bundan da çıxıb. X-dan da neçə dənə çıxsa bizə bəs eləyəcək. X-dan da 2 dənə çıxsa bizə bəs eləyəcəkdir. Həqiqətən də hərisindən 2 dənə olacaq da. Bundan 2 dənə var, 16-nın içində 2 dənə var da. Bundan da 2 dənə var, bundan da 2 dənə var. İndi mən nə edirəm onda? Tutaq ki, deməli 16-dan çıxıb, 12-dən çıxıb, x-dan neçə dənə çıxıb bilmirəm. Və bərabərdir 32. Düzdür? İndi burada x-i tapanda bu eləyir 18, 32-dən də 18 çıxanda 14. Deməli, x-dan da 14 dənə var. 14 dənə çıxıb. Davam edək 9 nömrə ilə. Deyir, əllərində nömrələr yazılmış kartlar olan bir neçə uşaq bir çevrənin üzərində tam qarşı-qarşıya olmaqla dayanıblar. 10 nömrəli uşaqla
27 nömrəli uşaq tam qarşı-qarşıya dayanmış olarsa, qarşı-qarşıya dayanan iki şagirdin əllərindəki nömrələrin cəmi ən az neçə ola bilər? Burada mən sənə bunu dairə üzərində izah edeyim ki, nə deməkdir bu? Bax, deyir ki, məsələn, burada 10 nömrədir, bunun da qarşısında 27 nömrəli uşaq dayanır. Bu cür misallarda bunlar arasında fərq, yəni burada dayanıb, buradakı uşaqlar, bunlar arasındakı fərqlər bərabər olur və ümumi sayın da yarısına bərabər olur. Niyə? Çünki fikir ver, nömrələr 2 dənə nömrədir, amma bir məsafə ilə birləşdirdik. Görsən, 2 dənəyə 1 birləşdirdik, 2 dənəyə 1 yol, 2 dənəyə 1 yol. Onda əlbəttə ki, 2-yə bölünmüş olur. İndi bunlar arasında məsafə 17-dirsə, belə çıxır ki, burada neçə dənə adam var imiş? 34 nəfər adam var imiş. 34 nəfər adam var imiş. İndi deyir ki, deməli, qarşı-qarşıya dayanan ilk iki şagirdin əllərindəki nömrələrin cəmi ən az neçə ola bilər? Əlbəttə ki, ən azdan danışırsa, mən bir nömrəli uşaqla başlamalıyam da. Bir nömrəli uşağın qarşısında dayanan, dedim ki, fərq nə olmalıdır? Bu 17 olmalıdır. Onda burada dayananın 18 nömrəli adam olduğu məlumdur. Deməli, bir nömrə ilə 18 nömrə. Cəmi elədir 19. Sonucuna da baxaq. Deməli, 50 həddi olan ardıcıllığın ilk həddi 15-dir. Bax, nə deməkdir? A1, A2 və s. və s. A50. Bu 15-dir. Bu isə deyir 48-dir. Və hər 3 dənədən birin cəmi 80-dır. Bax, bu üçlüyün cəmi 80, bu üçlüyün cəmi 80 və s. O deməkdir ki, deməli, 3 dənədən bir orada qrup təkrar olunur. Aha. Onda bu 50-ci həddə təkrar bərabər olan həddi tapmaq üçün 3 dənədən bir olduğuna görə 50-ni 3-ə bölürəm və qalığı tapıram. Qalıq olur 2. Deməli, elə bilirsən nə deməkdir? 50 dənəni 3 sayıblar. 1, 2, 3 getdik, 1, 2, 3 getdik və s. Bunda sayıblar 50-ciyə çatanda ikinci yerdə dayanan 50-ci olub. Başa düşdün mü? Bu qalığı niyə tapırıq? 3-3 qruplaşdırırıq. Növbəti üçlükdə ikinci yerdə dayanan 50 olub. Çatdıq 50-yə elə bir. Ona görə də bu 50-ci həddə bərabər hədd ikinci hədd imiş. 50-ci həddə 48 dəxə. Aha. Belə çıxır ki, bu ikinci yerdə nə dayanırmış? 48. Bəs üçüncü yerdə nə dayanır? Axı deyir, 3 dənəsinin cəmi 80-dır. Şödə 80-dan bu ikisini çıxırsan, qalır 17.